Siz də mənim kimi evdə hazırlanmış tortların dadını heç nəyə dəyişmirsiniz? Bugünkü videoda həm sadə, həm də ləzzətli bir resept paylaşacağım. Ev ətri, kakos qoxusu və sevgi qatılmış bir tort üçün lazım olan tək şey. Biraz zaman, biraz da sevgi. Mən bugün hazırladığım tortu nə sobaya qoymadım, nə xəmir hazırlamadım. Sadə və 5 dəqiqə içərisində həll olan bir tortdur. Labne pendirindən, qatlaşmış süddən və 1 stəkan kakosdan istifadə edərək mən bu Rafaello tortunu ərsəyə gətirdim. Labne pendiri, kakos və qatlaşmış südü qarışdırıb krem halına gətiririk və bütün böyük marketlərdən əldə edə biləcəyiniz waffleları üst-üstə qoyaraq arasını kremləyirik. Və həmin kremdən artıq qalan hissədən biz Rafaello topları hazırlayıb tortumuzun üzərinə bəzək kimi istifadə edirik. Bu tortun tez bir zamanda ərsəyə gəldiyini görərək dedim hazırlayım, sizə də fikir olsun. Amma özüm istifadə etdim, dadını gördükdən sonra sizə tövsiyəm budur ki, dadına söz yoxdur. Sadəcə wafflelardan istifadə olunduğuna görə biraz yapışqanlıq forması verir. Yapışqanlıq olmasın deyənə bu qarışdırdığımız kremdən bolca istifadə etsək, dadmadan öncə soyuducuya yerləşdirsək, yapışqanlıq hissini biz hiss etməyəcəyik. Hazırlayan hər kəsə nuş olsun. Videomu bəyəndinizsə bəyənməyi, rəy yazmağı, abunə olmağı unutmayaq. Hələlik.